Eğer Allah'ı nəzərə almadan eyiblərini görsün, ruhdan düşərsən. Adam nə qədər eyiblərin içində qurdalanlar, Allahı görməsən, ruhdan düşər adam. Amma Allah'a deyəndə nə olur? Deyirsən, ay Allah, məndə bu eyib var, bu eyib var. Nə olar xahiş edirəm, uşaq kimi. Nə olar xahiş edirəm, bu eybi məndən uzaq elə. Allah da deyir ki, başlayırsan nəvaziş eləməyə. Əzizim, narahat olma. Deyirsən, nə? Əzizim dedim mənə. Allah'a deyirsən. Bəli, əzizim dedim. Mən elə səndən bircədən istəyim budur ki, gələsən, mənə etiraf eləyəsən, mən də səni nəvaziş eləyim. Əzizim dedin, onda mən başlayayım başqa eyiblərimi də saymağa. Sən demə, eyib sayanları əziz bilirsən sən, əlbəttə. Eyiblərini sayanları əziz bilir. Sən demə, xoşu gəlir, adam eybini götürsün, getsin onun huzuruna. Sən demə, məni dərhal əziz deyirsən, mən eyiblərimi sənə etiraf eləyəndə. Sənin əzizləməyindən gözəl nə ola bilər mənim üçün? Allah'a deyirsən bunu. Nə ola bilər bundan gözəl, sən mənə əziz deyirsən? Kim istəyir Allahın sevgisini öz üzərində çox hiss eləsin, çox üzrxahlıq eləsin Allah'tan. Allah bu bəndələrə sığal çəkir. Onlarla sevgi ilə davranır, xüsusi sevgi ilə. Və təmizləyir onları. Yol çox asandır, biz tərpənmək istəmirik. Elə deyir, çətindir. Çətin nədir? Eybivi götür, get huzuruna. Deyən, ilahi, mənim bu eybim var, üzr istəyirəm, mənə kömək elə, əlimdən tutu da başlayacaq əzizləməyə və təmizləməyə. Bunu eləmirik biz. Eləmirik. Namazda qılanda hacət istəyirik ancaq. Eləmirik bunu, bu işlə məşğul olmuruq. İnkar eləmə eyblərvi, ged Allahın qapısına. Sən tək deyilsən, axı sənin Allahın var. Sənin Allahın var, yaddan çıxartma. Səni səndən çox sevən Allahın var. Hər şeyə gücü çatan Allahın var. Sənin eyblərinin öhdəsindən gəlməyəcək, gələcək. Amma gedəndə müzakirəyə getməyib, ilahi, gəlmişəm bir neçə mövzuda səndən danışım. İclasa gəlməmsən. İclasa gedən kimi getmə. Yox, elə yox. Körpələr kimi get. Körpələr kimi. Uşaq necə gedir, anasına ağlayır, sığınır. O şəkildə get ki, səni əzizləsin. O haldan xoşu gəlir.